Pasiyentin gözündə gənə aşkarlanıb. Yanlış eşitmədiniz. Gün batımını izləmək isə sən demə psixikaya bir xeyli xeyirdir, üstəlik də kortizol azaldır. Bu və digər maraqlı xəbərləri izləmək üçün bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır, studiyada Günel İbadovadır. İndi isə digər maraqlı tibbi xəbərlərin anonsları ilə tanış olaq. Qocalar evi anlayışı ləğv edilir, heç kim tənha qocalmayacaq. Görüb izləmək sağlamlığa necə təsir edir? Stressi azaldır, yuxunu yaxşılaşdırır. Kişilər ağlamalıdır. Psixoloqlardan vacib xəbərdarlıq. Pasiyentin gözündə gənə aşkarlandı. Nadir tibbi hadisə. Bağırsaq mikrobları xərçəng riskini artıra bilər. Bağırsaqdakı bakteriyalar estrogenə bağlı xərçəngə təsir göstərəcək. 14 yaşlı pasiyentin gözündə gənə aşkarlanıb. Bu gənə ət yeyirdi, qan yeyirdi, gözün içində nə işi var idi sualların cavablarını isə xəbərdən biləcək. Pasiyentin gözündə gənə aşkarlandı. Rusiyanın Arxangelsk vilayətində həkimlər oftalmologiya praktikasında nadir rast gəlinən hadisə ilə üzləşib. Bağ sahəsinə səfərdən sonra gözündə kəskin ağrı və yad cisim hiss edən pasiyent təcili tibbi yardıma müraciət edib. Müayinə zamanı məlum olub ki, gənə gözün konjunktiva qişasına yapışıb. Həkimlərin sözlərinə görə konjunktiva olduqca nazik və həssas toxum olduğundan gənənin çıxarılması yüksək dəqiqlik tələb edib. Əməliyyat mikroskop altında xüsusi alətlərdən istifadə edilməklə və yerli qeyitmə tətbiq olunaraq həyata keçirilib. Prosedur təxminən 10 dəqiqə çəkib və heç bir fəsad qeydə alınmayıb. Pasiyentin görmə qabiliyyəti qorunub, iltihab əlamətləri müşahidə edilməyib. Mütəxəssislər bildirib ki, gənə dişləmələri yalnız dəridə deyil, nadir hallarda göz nahiyəsində də baş verir. Belə hallarda gənəni öz başına çıxarmağa çalışmaq təhlükəlidir. Çünki bu, infeksiya və göz toxumalarının zədələnməsi riskini artırır. Həkimlər təbiətdə istirahətdən və ya bağ sahəsindən qayıtdıqdan sonra bədəni diqqətlə yoxlamağı, gözdə ağrı və ya narahatlıq hiss etdikdə isə dərhal tibb müəssisəsinə müraciət etməyi tövsiyə edir. Bağırsaq mikrobiomunda mövcud olan bəzi bakteriyalar xərçəng yarada bilirmiş. Maraqlı və yeni araşdırmadır. İzləyək. Bağırsaq mikrobiotası estrogenə bağlı xərçəng növlərinin yaranmasına və inkişafına təsir edə biləcək potensial faktor kimi qiymətləndirilir. Bu araşdırma NPJ Biofilms and Microbiomes jurnalında dərc olunub. Alimlərin fikrincə bağırsaqda yaşayan bəzi bakteriyalar estrogen hormonunun orqanizmdə dövranını dəyişdirərək südvəzi və endometrium xərçəngi riskinə təsir göstərir. Tədqiqat müəllifləri bildirib ki, mikroorqanizmlər təkcə estrogenin parçalanmasında deyil, həm də iltihab proseslərinin, immun sisteminin və maddələr mübadiləsinin tənzimlənməsində iştirak edir. Bağırsaq mikrobiotasında tarazlığın pozulması bu mexanizmlərə təsir edərək şişliklərin inkişafı üçün əlverişli mühit yaradır. Alimlərin sözlərinə görə bağırsaq mikrobiotasına təsir göstərən probiotiklər, prebiotiklər və digər müalicə üsullarının xərçəngin qarşısının alınması və müalicəsində istifadəsi üçün geniş miqyaslı klinik tədqiqatlara ehtiyac var. Qürub izləmək sağlamlığımıza xeyir imiş, həm psixi, həm də fiziki. İnanmırsınız, alimlərin yepyeni bir araşdırmasını izləyin. Canımıza məlhəm olan günəşin batımı nələrə xeyirdir biləcəksiniz. Qürub izləmək sağlamlığa necə təsir edir? Toronto Universiteti, Arizona Dövlət Universiteti və Mount Sinai Icahn Tibb Məktəbinin alimlərinin tədqiqatlarına əsaslanan məqalədə bildirilir ki, gün batımını izləmək təkcə estetik zövq deyil, həm də psixi və fiziki sağlamlıq üçün faydalı vərdiş hesab olunur. Alimlərin fikrincə bu mənzərə insanda heyranlıq hissi yaradaraq stres, narahatlıq və mənfi düşüncələrin azalmasına kömək edir. Araşdırmalar göstərir ki, gün batımı zamanı yaranan müsbət emosiyalar diqqəti gündəlik problemlərdən yayındırır, insanı indiki ana kökləyir və yaddaşın, diqqətin, hətta yaradıcılığın yaxşılaşmasına şərait yaradır. Mütəxəssislər qeyd edir ki, təbiət mənzərələri ilə müntəzəm təmas iltihab göstəricilərinin azalması, ürək-damar xəstəlikləri və depressiya riskinin aşağı düşməsi ilə də əlaqələndirilir. Bundan başqa, axşam saatlarında günəş işığının zəifləməsi orqanizmin bioloji saatını tənzimləyir. Bu zaman kortizol hormonunun səviyyəsi
səviyyəsi azalır, melatonin ifrazı artır və bədən yuxuya hazırlaşır. Nəticədə yuxu keyfiyyəti yüksəlir, emosional gərginlik isə azalır. Psixoloqlar hesab edir ki, gün batımını izləmək insanlarda empatiya və yardımsevərlik hissini də gücləndirir. Onların fikrincə, hər gün cəmi bir neçə dəqiqə təbiətin bu mənzərəsini seyr etmək həm ruh halını yaxşılaşdıran, həm də sağlam həyat tərzini dəstəkləyən sadə və ödənişsiz vərdişdir. Kişilər ağlamaz fikri böyük bir nəsillərin nəticə etibarilə fiziki və psixoloji şikəstliyinə səbəb olub, təbii dırnaq arasında. Bəs ağlamayan, emosiyalarını bildirməyən, daim hər situasiyada güclü olmağa çalışan kişilərin psixikası niyə və necə korlanıb, bu barədə çox maraqlı bir araşdırmanız var. Kişilər, ağlayın. Kişilər ağlamalıdır. Mütəxəssislər kişilərin emosiyalarını açıq ifadə etməsinin həm psixi, həm də fiziki sağlamlıq üçün mühüm əhəmiyyət daşıdığını bildirib. CNN-in mövzu ilə bağlı paylaşılan yazıda qeyd olunur ki, güclü kişi ağlamaz kimi stereotiplər bir çox kişinin hisslərini gizlətməsinə və psixoloji yardım almaqdan çəkinməsinə səbəb olur. Psixoloqların sözlərinə görə emosiyaların uzun müddət boğulması stres, narahatlıq, depressiya, aqressiya və sosial təcrid riskini artırır. Kişilər yaşadıkları çətinlikləri ifadə etməyə, vəzinə bəzən işə həddindən artıq aludə olur, alkoqoldan istifadə edir və ya riskli davranışlara meyil göstərir. Araşdırmalar göstərib ki, ailə üzvləri, dostlar və ya mütəxəssislərlə açıq ünsiyyət quran kişilər psixoloji gərginliyin öhdəsindən daha asan gəlir, münasibətlərini möhkəmləndirir və ümumi həyat keyfiyyətini artırır. Ekspertlər cəmiyyətdə kişilərin kömək istəməsini zəiflik deyil, məsuliyyətli və sağlam davranış kimi qəbul etməyin vacibliyini vurğulayıb. Onların fikrincə, emosiyaların ifadə olunması psixi sağlamlığın qorunmasının əsas şərtlərindən biridir. Avropa qocalar üçün bağça açmağa, qocalar evini daha da təkmilləşdirməyə çalışarkən, Şərq əlindən gələni eləyir ki, qocalar evi adlı institut olmasın. Bu, təbii ki, dəyərlərin, düşüncənin təsiridir. Məsələn, Hindistan qocalar evinin tamamilə ləğv olunmasını və qocaları öz evində ayrıca olaraq xüsusi xidmətlər dövlət səviyyəsinə saxlanılmasını tələb edir. Siz nə düşünürsünüz? Qocalar evində öz yaşıdlarınla, otel kimi gözəl, vaxtında yeməyi verilən yerdə qalmaqla yaxşıdır, daha gözəldir, yoxsa öz evində tək olub, bir neçə saatdan bir gəlib sənə xidmət eləməkləri. Bu barədə fikriniz həqiqətən maraqlıdır. Sosial şəbəkələrdən bizi izləyəndə mütləq fikirlərinizi yazın. Artıq heç kim tənha qocalmayacaq. Hindistanın cənubundakı Kerala ştatı yaşlı insanların tənha qocalmasının qarşısını almaq məqsədi ilə ölkədə ilk dəfə yaşlılar üçün xüsusi dövlət departamenti yaradıb. Yeni qurumun əsas məqsədi yaşlıların qocalar evlərinə köçürülmədən öz evlərində təhlükəsiz və rahat həyat sürməsini təmin etməkdir. Proqram çərçivəsində evdə qulluq xidmətlərinin genişləndirilməsi, peşəkar baxıcıların hazırlanması, gündüz qayğı mərkəzlərinin, yaşlılar üçün park və idman məkanlarının yaradılması, həmçinin onların sosial həyata daha fəal cəlb olunması nəzərdə tutulur. Rəsmilər bildirib ki, məqsəd yaşlıların tənhalıq və sosial təcrid hissini azaltmaqdır. Qeyd edək ki, Kerala Hindistanda əhalisi ən sürətlə qocalan ştat hesab olunur. Proqnozlara görə 2036-cı ildə ştat sakinlərinin 22,8% 60 yaşdan yuxarı olacaq. Gənclərin iş və təhsil məqsədi ilə ölkənin digər bölgələrinə və xaricə köç etməsi nəticəsində minlərlə yaşlı valideyn tək yaşayır. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü də, doğmalarınızı da qoruyun. Sağ olun, salamat qalın.